90-cı illərin ən məşhur filmlərindən biri olan John Woo'nun şah əsəri sayılan Muzlu Qatil filmi haqqında məlumat. Film 1989-cu ildə çəkilmişdir. Filmdə hadisələr Jeffrey'nin həyatından bəhs edir. Jeffrey peşəkar qatildir və sifarişlə insanları öldürür. Növbəti işində restorana gələndə Jenny adlı müğənni qıza aşiq olur və qız da ona aşiq olur. Amma atışma zamanında Jeffrey qızı istəmədən gözündən yaralayır. Jeffrey boynundakı şarfı ilə qızın gözünü bağlayır. Bundan sonra qız kör olur. Və bu hadisədən bir neçə ay keçəndən sonra yenə də qız oxumağa davam edir. Amma gözləri görmürdü. Bir gün həmin qıza oğrular hücum edir və Jeffrey bunu görüb onu xilas edir. Qız Jeffrey ilə tanış olur və onu evinə aparır. Jeffrey evdə öz şarfını görüb hadisəni yadına salır və vicdan əzabı çəkir. Axırıncı işini qızın gözlərini əməliyyat etdirmək üçün götürən Jeffrey artıq bütün bu işlərdən uzaqlaşmaq istəyir. Film 8 mükafat qazanmışdır. Filmin gəliri 58 milyon olmuşdur. Bu filmdə çəkilən Chow Yun-fat 28 milyon qazanır. Həm də bu film Hong Kong Kino Festivalında birinci yeri tutmuşdur.